eş işrət üçün yaranmamısan, keyf ləzzət üçün yaranmamısan. O keyf ləzzət ki keçicidir, ötəridir, adamı sonradan yorur. Onun üçün yaranmamısan. Sən yaranmısan xəlifətullah olasan, Allahın yer üzünün canişini olasan, övliya olasan, xilqətin hədəfi var. Sən yaranmısan bəşəriyyətin başının tacı olasan. Sən yaranmısan bu dünyadan keçəsən, bu dünyanın balası olmayasan. Hansı dünya Əmirül-Möminindən qurban olduğum bir dənə söz deyir, Nəhcübəlara deyir, dünyanı tərif edir, deyir, ölülərin yurdunda məskunlaşmısınız. Deyə bildim? Ölülərin yurdunda məskunlaşmısınız. Yəni dünya sanki ölülərin yurdudur, həyat oradadır. Ölülərin yurdunda məskunlaşmısınız, özünüzü xərcləmişsiniz bu ölülərin yurduna. Özün də bilirsən ki, bu olduğun yerdə başqası bir vaxt yaşayıb, ölüb çıxıb gedib. Bir vaxt sən də ölüb gedirsən, səndən sonrası da ölüb gedəcək. Ölülərin məskənidir bura. Məskunlaşmısan burada, amma hər şeyi ora xərcləyirsən. Adam ölülər yurduna bu qədər xərc qoyar. Təsəvvür etsən. Demirəm amma abadlıq olmasın, başa düşürsünüz. Deyirəm ki, o abadlıq olsun, o gözəl dünyanı qur ki, amma bu ünvanda dünya körpü olsun axirət. Dinlemir dünya olmasın. Din deyir ki, bil ki, bura müvəqqətidir, axirətin müqəddiməsi kimi bax, yaşa bu dünyada nə qədər yaşayırsan.